Aleksandr həyat yoldaşı Tatyananı çox bezdirmişdi və bu qısqanclığın sonu yox idi. Və elə həmin günü Tatyana məktub yazaraq anası ilə bir yerdə evdən çıxmaq istəyirdi. Amma görünür sağ-salamat o evdən çıxmaq onlara nəsib deyilmiş. Fətiyev Aleksandrı ələ keçirmək elə də asan olmadı. Onu heç bir yerdə tapa bilmirdilər. İlkin olaraq o keçmiş hərbisi yoldaşının yanında olmuşdu. Daha sonra isə keçmiş həyat yoldaşının evində görünüb. Sonra isə onun izi itdi. Fətiyevi federal axtarışa verdilər. Daha sonra məlum oldu ki, Fətiyev hətta Samara əyalətində böyrəyində olan daşla əlaqədar müalicə də alıb. Onu ələ keçirməyə çox gec baş verdi. Daha sonra Fətiyev birinci həyat yoldaşının yanına qayıtmışdı. Dedektivlər elə orada onu ələ keçirdilər. Dedektivlər biraz da gec gəlsəydilər, o həmin qadını da öldürəcəkdi. Fətiyev Aleksandrın başında nə fırtınalar dönürdü, hələ heç kimə məlum deyildi. Amma ələ keçdiyi zaman o çox peşman olduğunu bildirirdi. Məhkəmə qərarına əsasən Fətiyevə 12 il həbs cəzası verdilər və elə o ömrünü də elə orada bitirdi.